Bu da video dərsliyimizdə hər hansı bir ikonun pusk menyusuna və ya tapşırıqlar panelinə, yəni panel zadaşa necə bərk edilməsindən danışacağıq. Bu nə deməkdir? Məsəl üçün biz bundan əvvəlki dərsdə dedik ki, bu gördüyünüz proqramlar hamısı sizin daha çox istifadə etdiyiniz və daha tez-tez istifadə etdiyiniz proqramlardan asılı olaraq dəyişir. Məsəl üçün siz istəyirsiniz ki, Microsoft Excel heç dəyişməsin, həmişə burada qalsın. Yəni və siz istədiyiniz zaman pusku basdıqda birinci elə Microsoft Excel qalsın. Bunun üçün Microsoft Excel'in üstündə mouse'un sağ düyməsini basaraq Zakrepić na menu pusk basırsınız. Və gördüyünüz kimi altdan nazik xətt getdi və artıq Microsoft Excel daima orada qalacaq. Yəni biz onu oradan çıxardana kimi. Yox, əgər siz istəyirsinizsə ki, bunun işarəsi panel zadaşa düşsün, onda yenə mouse'un sağ düyməsini basaraq Zakrepić na panel zadaşa edirsiniz. Və budur. Bu bura düşdü. Bunu belə deyək, ləğv etmək üçün elə bu hissədə mouse'un sağ düyməsini basırıq və izləyəç proqramı eləyirik. Buradan itir. Buradan isə çıxartmaq üçün yenə mouse'un sağ düyməsini basaraq izləyəç izmini pusk eləyirik. Bunlar nə üçün lazımdır? Daha belə deyək, əlverişli, daha qısa yol etmək üçün. Əgər siz məsəl üçün istəyirsinizsə ki, rəboçi stol boş olsun, ancaq menu puskda Microsoft Office Excel həmişə olsun siz girəndə. Bu onun üçün daha sərfəlidir. Bu qədər.